Monalyoz xəstəliyi haqqında məlumat vermək istəyirik sizə. Bilirsiniz ki, monalyoz əsasən ərik, alça, gilas kimi ağaclarda çox olur. Narda da olur, yəni sitruslarda da olur. Və bu xəstəliyin özəlliyi odur ki, əvvəlcə çiçəyə yoluxur, çiçəyin mayalanmasını saxlayır, çiçəyin belə deyək, erkəkcik, dişiciyini belə deyək, çürüdür və çiçəklər tökülür, mayalana bilmir. İkinci, özünü göstərir meyvə zamanı. Meyvədə çürümələr baş verir, meyvələr çürüyür, artıq dəyənə yaxın, yəni meyvə yığımına yaxın meyvələrdə çürümələr əmələ gəlir və yayda, daha doğrusu yayın sonlarında görürsünüz ki, ağacların budaqlarının uc hissələri, yarpaqları tökülür və uc hissələrdən ağac quruyur. Bu əlamətlər varsa sizdə, bilin ki, sizin ağacınızda monalyoz xəstəliyi var. Qarşısını almaq üçün çiçək zamanı, əslində çiçəkdən qabaq, indi bax əsl vaxtıdır ki, bordo, kuprin, mis-sulfat istifadə edəsiniz yarpaqsız, çiçəksiz dövrdə. Ondan sonra çiçək zamanı Sprodinil tərkibi mütləq istifadə etmək lazımdır. Baxın, bu tərkibi yaxşı olur ki, bunu çiçək zamanı bor, sink və amin turşusu ilə qatıb vurasınız. Çiçək yeni açmağa başlayanda, təqribən 5-10% açanda və çiçəklənmənin sonunda, yəni çiçək ləçəklərinin tökülməsi zamanı. 2 dəfə bunu istifadə etsək, sizin artıq çiçək manilyabız olmur. Amma gələcəkdə artıq çiçəkdən sonra da əgər sizdə keçən illər həddindən artıq çox olubsa monalyoz, yəni meyvə çürümələri olubsa, Sprodinil, fludoksanil kimi tərkiblərdən istifadə edə bilərsiniz və ya ümumilikdə belə deyək, profilaktik olaraq deyək ki, fosetil alüminium, mankazeb metaloksil kimi tərkibləri istifadə etsəz yay dövründə artıq sizdə monalyoz baş qaldıra bilməyəcək və demək olar ki, ağacınızdan sovulacaq. Amma mütləq şəkildə monalyozun qarşısını indidən almaq lazımdır. Həm çiçəksiz dövrdə mislə və çiçək vaxtında da sprodinillə mütləq şəkildə dərmanlama aparmaq lazımdır.